Biz qoyunçuluq işlə məşğuluq, qoyun mal belə bir şeylərlə. Kənddə də məsələn hər işlərə baxanlar olur. Nətərdim belə üzümə işləyənlər var, fındığa dənləyənlər, geyik işləyənlər var. Belə deyim də kənddə belə aranjerlər düzəlir, satdırlar onlarda işləyənlər var. Belə deyim. Başqa da məsələn biz qoyunçuluq işlə məşğuluq, qoyuna gedirik, həm mala baxırıq, belə bu nələrlə, bu nələrə baxırıq. Belə getsə bəlkə 2-3 ilə bəlkə də 5 ilə deyim, Gürcüstanda qoyunçuluq, maldarçılıq çox çətin olacaqdır. Çünki yerlər çox bahalaşır, çobanlar çox artıq qiymət istəyirlər, məcbur biz ondan bir şey xeyirimiz olmur deyəni, elə qazandığımızı elə onlara veririk, ona görə bizə də qalır heç nə. Ona görə məcburdur biz də qalırıq, məcbur fikirləşirik satmağa. Ərəblərə gələndə, onlar gələndə olur. İndi məsələn yaz gəldilər, Qurban Bayramı bizim Qurban Bayramı periodunda gəldilər, ya gözəl idi heyvanın malın qiyməti. İndi pusat yoxdur. Pusat düşübdür biraz. İndi zəifçilikdir, alış yoxdur. Kənddə məsələn heyvan mal yığanlar oldu, o vaxtı kökəltdilər. İndi satmaqdan ötəri o görürsən ki, bəzilərinin çoxsunun üstündə qalıbdır. Hələ ki satış yoxdur.